Bir sual paylaşmışdıq. 3 dairəli Venn diaqramı idi. Səbirsiz tələbə bəlkə də imtahanda belə sualı görüb ötürər ki, bu mənlik deyil və beləcə 2 balını itirər. Amma bu sualda digər bütün paylaşdığımız suallar kimi cavablandırıla bilən sualdır. Yəni sadəcə səbirlə fikirləşib cavaba çıxmaq lazımdır. Və bir çox tələbələr də bunu cavablandırdı. Mən əslində gözləyirdim forma cəhətdən nəsə səhv eləyəcəklər, amma faktoloji cəhətdən daha çox səhv eləyənlər oldu. Forma cəhəti demək olar ki, heç kim üçün problem yaratmadı. Yeri gəlmişkən bizim sınaq paketlərimizdən istifadə edib imtahanda nəticənizi yaxşılaşdıra bilərsiniz. Yəni bayaq dediyim kimi o hansısa bir sualı buraxmaq olmaz. Bütün sualları cavablandırıb 100% nəticəni götürmək lazımdır ixtisasdan. Həm MİQ, həm də sertifikasiyaya gedən filologlar 051 537 90 86 nömrəsinə WhatsApp-da yazaraq sınaq paketlərimizi əldə edə bilərlər, nümunə sınaqlarla tanış ola bilərlər, paketlər haqqında ətraflı məlumat əldə edə bilərlər. Və burada gördüyünüz kimi 3 dairəli bir Venn diaqram var. Dairələrin biri Qurbanəli bəydir, biri Sultan Səncər və Qarıdır, biri də Neylərdin ilahidir. Yəqin ki, rəqəmləri izah etməyə ehtiyac yoxdur, hansı nə deməkdir. Məsələn, 7, üçü üçün də ortaq olan xanada yazılır. Yəni 7 ilə fikir yazılmalıdır ki, bunların hamısına aid olsun. Baxaq fikirlərə. Deyək ki, epik növdədir. Qurbanəli bəy epik növdədirmi? Bəli, hekayədir. Sultan Səncər və Qarıdır epik növdədir, amma Neylərdi ilahi epik növdə deyil. Deməli, mən burada A-nın B-nin kəsişməsindən yazmalıyam. A gedir, kiçik A, 5-ə. Şeir vahidi beytdir. Qurbanəli bəy nəslindəndir, bu heç. Sultan Səncər və Qarı Neylərdin ilahi. Hər ikisi beytdir, şeir vahidi. Deməli, B gedir, C ilə B-nin kəsişməsinə, yəni ki, 6-ya. 6-ya yazıram B. Poemaya daxildir. Təkcə aiddir Sultan Səncər və Qarıya. C getdi bu 2 yazılan yerə. Bədiliyi təmin edən vasitələrdən biri bütün beytlərdə rast gəlinən bədii suallardır. Bu, Neylərdin ilahi şeirinə aid ola bilərmi? Bəli. Orada o Neylərdin ilahi rədifdir. Həm də rədif olduğuna görə bütün beytlərdə təkrar olunur. Həm də ki, o bədii sualdır. Yəni Neylərdin ilahi deyib sual verərkən cavab gözləmir Allahdan. Yerdəki, yəni bu yaradılmış aləmdəki mənfilikləri göstərir ki, məsələn, qeyrətli danosbazlarımız iş bacarırkən tənbəl dəli şeytanları Neylərdin ilahi. Yəni bizdəki o namərd insanlar, o şeytanlardan belə zirəkdilər pis iş görməkdə. Şeytanlar belə onların yanında tənbəl qalır. Bütün beytlərdə bu ümumi motivi hiss edirik və heç birində cavab almaq üçün verilmir. Yəni ki, bu mənfilikləri qabartmaq üçün bədii sualdan istifadə edilmişdir. Deməli, Neylərdin ilahi şeirinə aiddir bu. Deyə bilərsiniz ki, Sultan Səncər və Qarıda da var bədii sual, amma burada deyir ki, bütün beytlərdə, yəni bütün beytlərdə deyirsə, təkcə Neylərdin ilahiyə aiddir. Ona görə mən deyini hara yaza bilərəm? 3-ə. Baş qəhrəmanının sosial statusuna görə özündən yalnız üstün insanlara münasibətini görürük. Qurbanəli bəy də Kəblə Qasım'a münasibətini də görürük. Ona görə oraya gedə bilməz. Neylərdin ilahidə baş qəhrəman yoxdur. Sultan Səncər və Qarıda isə Qarı üçün bunu demək olar. Yalnız Sultana reaksiyasını görürük və yaxud da Darağaya uzaqbaşı münasibətini görürük. Düzdür, orada özündən aşağı sosial statusu olan, yəni vəzifəcə bu baxımdan bir adam haqqında nəsə danışdığını görmürük. Ona görə də bunu biz heç bir halda 5-ə yaza bilərik, uzaqbaşı yaza bilərik bu 2-yə. Eyni. Sonra, ana dilindən başqa bir dili zəif bilən nökər obrazına rast gəlirik. Bu uzaqbaşı Kərbəlayı Qasım ola bilər. Rus dilini zəif bilirdimi? Xeyr, ümumiyyətlə bilmirdi. Ondan soruşanda ki, Qurbanəli bəyin arvadı. Onlar nə danışırdılar? Deyir, bilmirəm. Axı mən rusca bilmirəm. Yəni, bilməmək ayrı, zəif bilmək ayrı. Bunlar eyni şey deyil. Ona görə bu F-i heç yerə yaza bilmirik. Əsər mülkədarı əkinçiyə müraciəti əsasında qurulmuşdur. Bəli, başdan sona əkinçiyə müraciət əsasında qurulub. Ona görə bunu da çox adam seçilmişdir. Amma bir məsələ var. Hansı əsər?
Hansı əsər? Əkinçi. Burada isə əkinçi yazılmı? Xeyr, neylər ilahi. Bu 3 dənə əsərdən hansınısa bunu aid eləmək olarmı? Ay G yazanlar, G-ni yazanlar, onlara da sualım olmaz. Yəni, bu boyda Venn diaqramını çözmüsünüz. Bunları hamısını yerləşdirmişsiniz. Gəlib cavabda AD yazmaq yerinə yazmışsınız ADG. Və heç kimə də sübut edə bilməzsiniz ki, mən imtahanda da, yəni, mən niyə bunu səhv yazdım? Səhvdir, yəni, istəyir mexaniki səhv olsun, istəyir təsadüfi səhv olsun, heç bir fərqi yoxdur. Ona görə də çalışın ki, diqqətli olun, bu cür səhvlərlə o cür əməyinizi yerə vurmayın. İmtahan qabağı bir daha bu barədə söhbətimiz olacaq. Düzdür sizin üçün rəqəmlərə. Bizdən nə soruşurdu? Tək rəqəmlərin, tək ədədlərin. Deməli, 5 ilə 3. 6 ilə 2-ni götürməyəcək. Düzgün cavab belə olacaq. A, D. Bir dənə A, D yazsaz, bəs eləyir. Sualın düzgün cavabı belədir.